Dostlar salam, hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Fəqir Çoban kanalından hər birinizə sevgilər, sayğılar, salamlar. Nə tərs, nə var, nə yox. İnşallah ki, salamatçılıqdır. Ha dostlar, demək, qızlarımızı qatmış qoyunun altına əmişə. İndi seçəcəyik, Allahın köməyinlə açacaq örüşə, otarmağa. Saat da 7'ye qalıb, 7'də demək olar ki, havada çiçəkli, çiskinli olduğuna görə elə tez vaxtla açmamışıq. Ondan sonra açacaq örüşə, Allahın köməyindən otarmağa. Bu neçə gündə görmədiyimiz, çəkmədiyimiz videolar var. Gördüyümüz işlərimizi inşallah sizin xidmətinizə çatdırarıq. Bu günlərdə heyvanda özüm olacağım. Bu günlər axşama kimi inşallah videomuzu çəkib sizin xidmətinizə çatdırmaq fikrim var. Bugünkü videomuzu sırf Qurtbasarın inkişafından, Qurtbasarın gələcəyinlə, keçmişinlə bağlı bildiklərimi sizin xidmətinizə çatdırmaq istəyirəm. Sizlərdən xahişim var. Bu barədə kimin geniş məlumatı varsa şərh bölməsinə qeyd eləsin. Yaxud da kimin məlumatı yoxdursa sualı olsun, bildiklərimizdən danışarıq, yazarıq. Bilməsək də yenə məlumatı olan qardaşlara öyrənib sizin xidmətinizə çatdırarıq. İtlərimizdən də Maridir, Batırdır və Basardır. Marinin damını da Mari görünə günə qoyub, uçurub, dağıdıb, pis günə salıb. Hər gün düzəldirəm. Səhər baxanda görürəm yenə bu sıfatdadır. Ay gözəl qız, nətərsən? Balalar nətərdir? Yoldadırmı? Gəlirmi? Neçə küçük doğarsan? Malimizdə cütə vurmuşuq. Təxminən bir 20 gündür cütdən çıxıb. Malimizin də anası Milkadır, atası Oskar. Təmiz yerli, safqan, köhnə, özəhli, köhlü itlərin balasıdır. Videoda yoldaşlar deyir balacadır, çəkisi azdır. Əsasən çəkilişlər çox vaxt real görünüşlə eyni üst-üstə düşmür. Ona görə balaca görünə bilər. Batırdakı taxtalı evdə uzanıb keyf edir. Batır! Hadi gel. Bax, bu gərinə şaya. Ha Batır, sənin balaların yolda deyil, gəlir. Görək neçə küçük doğacaq. Gözəl Mari. İndi basarımızı da görsədək. Basar da axşam süddən içib, ətənədən yeyib yatır. Basar, basar. Basar. Basar da üzü yavaş-yavaş irlənir. Bu da dişi küçüyümüzdür. Gələcəyin safqanlı Qurtbasarların maması olacaq. Sağ olsun. Bunun da atası Bərkutdur, anası Bella. O da ki, yenə dediyim kimi köhlü, özəhli. Köhnə itlərimizdən də safqanlı Qurtbasarın dişi balası damazlığımızdır. Bunun da soruşa bilərsiniz, niyə arıqdır, niyə belə zəifdir. Əslində mən küçük vaxtı itləri çox yedirtməyə bənd olmuram. Çünki onun ayaqlarının əyilməyi, sümüklərinin ağır çəkiyə ayaqları əsas odur ki, ayaqları problem olmasın. Əsas yaşını doldurdu. Yaşını doldurandan sonra onun yeməyini artıq verirəm ki, öz çəkisinə gəlsin, otursun. Sümüklər əsas böyüyəndən sonra ağır çəkidəki olan ağırlıq onun ayaqlarına ziyan eləməsin.
biraz nisbətən öz çəkisindən normal boyuna uyğun çəkidən biraz yüngül olur. Sonra getdikcə dediyim kimi yaşını doldurandan sonra artıq ekstra yemlər, ekstra vitaminlər və artıq əlavə qidaları gücləndiririk ki, öz ağırlıq çəkisini gəlsin, otursun yerinə tutsun. Bu da ki, basarımız 6 ayındadır. Sentyabr küçüydü. Yavaş-yavaş belə deyim də yaşına çatır. Yaşından sonra da ki görək vəziyyəti nətər olacaq. Böyük ehtimal ki birinci yox, ikinci cütündə bunu batırla cütləşdirmək fikrim var. Yenə dediyim kimi biraz səhər-səhər işlərimiz var. İşlərimizi yoluna qoyaq. Qoyunu seçək quzudan, sonra da çəpişlərlə keçik, əmizdirməliyik. Onlar da əmişdən çıxsın. Heyvanı çölə açıb, çöldə örüşdə otaranda yenə dediyim kimi Qurtbasarın gələcəyindən, bildiklərimdən danışaram. Bundan sonraki vəziyyətindən danışaram. Öz təsərrüfatımdan gedir söhbət. Öz gördüyüm, görəcəyim işlərdən gedir söhbət. Və əlavə də ki, ən əsas problem nədir? Qurtbasarın inkişafına mane olan şeylər nədir? Onu aradan qaldırmaqdan ötürü öz fikirlərimi paylaşacağım sizlərə. Və sizlərə də dediyim kimi, kimin geniş məlumatı varsa Qurtbasarın inkişafıyla bağlı, gələcəyinlə bağlı, əsasdakı dişi küçüklərin niyə azlığı bu qədər problem yaradır və gələcəkdə dişi küçüklərə üstünlük vermək lazımdır ki, söhbət yaxşısından gedir. Söhbət köhlü, özəhli, safqanlı Qurtbasarlardan gedir. İnşallah işlərimizi görək. Çöldə, örüşdə bu barədə geniş söhbətimiz olar. Mari, şat. Günə qoy buraları. Mən narim buna. Ha dostlar, demək heyvanımızı açmışıq. Ayağımızın da cəhməsini geyinmişik. Çünki hava çiçəklidir, çiskindir, ola bilsin yağar. İştiqat biraz artıq yağsa, çox yağsa heyvanı gətirəcək qapıya. Yoxsa belə yəni bu tonda olsa yağışın miqdarı elə də bir problemli şey deyil. Heyvan otlayacaqdır. İtlərimizdən də batırla Mariya açmışam. Basar qaldı. Basarda gələn səfər. Sabah qismət olsa sabahda. Heyvan da mənəm. Allahın üçün məndən qismət olsun. Sabahda video çəkək. Onda da batırla basarı gətirərəm. Çünki basarla Mariya aça bilmirəm. İkisi də dişidir. Maridə əkəyiddə artıq o küçüyü basar, boğar. Əlindən alanmaram. Ona görə onları bir yerdə açmıram. İndi gedək örüşə. Örüşdə də bu dediyim kimi Qurtbasarın gedişatından bağlı, nəslinin kəsilməyinlə bağlı öz fikirlərim var. Söhbət eləmək istəyirəm bu barədə. Və sizi də bu video əsnasında olunan söhbətlərə fikrinizi bildirməyiniz xahiş olunur. Və bu videodan əvvəlki ARB kanalının çəkilişi olmuşdu. Bizim qardaşların olduğu itlərini saxladıqları yerin çəkilişi olmuşdu. Yəni ki, bu Qurtbasarın inkişafıyla bağlı, nəslinin kəsilməyinlə bağlı bir reportaj olmuşdu. Bu işi də təşkil edən Səddam Laçın qardaşımız var. Ona da dərin təşəkkürüm və minnətdarlığımı bildirirəm. Onun kollektivinə və əziyyətini çəkən hər kəsə ki, bu işə belə deyək, əziyyət çəkdilər. Onlardan Allah razı olsun. İnşallah ki, izləməyənlər bir daha izləsinlər və yaxud da izləyənlər bir daha yenə izləsinlər. Çünki hər dəfə izlədikcə yeni bir sual çıxır ortaya, yeni bir mövzu yaranır və
insan öz-özündə sual elədiyinin də cavabını o videoya baxanda tapmaq olur. Ha dostlar, demək artıq yazdır, yavaş-yavaş otlar cüyərir yerdən. Baxırsan ki, bir işarə var, bir işartı var. Biz belə deyirik də. Nəsə bir görünüş var, o da ki, yazın çiçəklənməyidir, yazın yaz otunun gəlməyidir. Baxırsan ki, yavaş-yavaş dərələr, təpələr hamısı cüyərməyə başlayır. İndi keçək sözümüz əsas məqsədə, əsas mövzuya. O da budur ki, qurtbasarın nəslinin kəsilməyinin səbəbi nədir və nəyə görə nəsil kəsilmək üzrədir? Bu, ARB kanalının çəkilişində vurğulandığı kimi Qarabağ atları da bu gedişatdadır. Ona görə onun inkişafından bağlı müəyyən işlər görülür. Dövlət səviyyəli işlər görülür. Mən istəyərdim ki, dövlət səviyyəli də bu qurtbasarın nəslinin kəsilməyinin qarşısı alınmaqdan ötürü də xüsusi işlər görülsün. İnşallah ki, səsimiz ünvana gedər çatar. Allahın köməyi ilə bu işin də inkişafına dövlət səviyyəli gedişatlar öz təsirini göstərir. Qurtbasarın nəslinin kəsilməyinin ən başlıca səbəblərindən biri odur ki, qıraqdan gəlmə itlərə qurtbasarın qanının qarışmağı. Ona görə safqanlıq aradan gedir, safqanlığı demək olar ki, 0 vəziyyətə, 0% düşür. Ona görə kimin əlində qurtbasarı varsa, kimin əlində safqan heyvanı varsa, onu çalışsın ki, heç bir gəlmə itə vurmasın. Gəlmə itlər də dediyim əsas kanqaldır, alabaydır, yaxud da ki, başqa o xarici itlərin qanına qarışmaqdır. Mən belə bir misalı, yəni bu xəttə şamil edirəm. Yəni bu xəttə misal üçün söhbətdə deyim ki, yəni gəlmə deyəndə misal üçün yerli keçilərin qiymətinlə xarici sort Hələb keçisinin qiyməti fərqlidir. Hətta belə deyim də, bir dənə Hələb çəpişinin, təmiz safqan Hələbdən gedir. Çəpişinin, bir aylıq çəpişinin qiyməti misal üçün deyərək 200 manatsa, o 200 manada yerli keçinin 2 dənəsini, yerli keçinin balasının 2 dənəsini almaq olur. Onu da gətirib öz yerli heyvanla qarışdıranda onu həminki qiymətə sata bilməzsən. Yəni anlayışı olan, dəqiq bilən adam baxsa ki, görsə ki, hə bu təmiz Hələbdir, adından satılır. Ancaq ki, baxırsan ki, yox, bu hardasa özünü açığa verir. Yəni ki, o qarışıqlıq var. Qiymət baxımından da belədir, o iş prinsipi baxımından da belədir. İş prinsipində misal çəkim, yəni istənilən bir tərəkəmənin, bu qoyun saxlayan, yaylağa, qışlağa gedən fermerlərin heç birinin heyvanının yanında çəkisi 85-90 kilo olan, boyu da 1 metrə 10 sm, 1 metrə 5 sm, 1 metrə 2 sm, 98 sm, 1 metrə 10 sm alabayı görməzsən. Ki, o qoyuna geçsin səhər, axşam o dərələrdə, təpələrdə saqqalın, tülkünün canavarınla geçsin, dalınla qaçsın, ona yəni təsirini, öz gücünü görsəsin. Mən görməmişim. Görən varsa çəkilişinin videosunu göndərsin mənə şəxsidə, mən baxım ki, hə, bu alabayın 90 kilo çəkisi var, 1 metrə 5 sm, 1 metrə 10 sm boyu var. Bu yaylağa, qışlağa qoyunun dalınla gedir. Tülkünün, saqqalının əlindən, canavarın əlindən bu heyvanı qoruyur. Vallahi mən görməmişəm. Görən varsa, bilən varsa onu mənə göndərsin. Mən də baxım ki, 90 kiloluq alabay qışlaqda, o dərədə, o təpələrdə tülkünün saqqalının əlindən quzuyu, qoyunu qoruyur, saxlayır. Mən sözümün əsas canı odur ki, yəni sözüm mövzu başqa yerə gedib çıxmasın, heç bir it cinsini, heç bir ölkənin it cinsini pisləməyə, yaxud nəsə bir məqsədyönlü şəkildə danışmaq niyyətim yoxdur. Sadəcə demək istədiyim odur ki, qurtbasarın yeri, əsas özəyi qoyunun yanıdır, qorumaçılığıdır, sahibinin malını, canını qorumaqdır.
Başqa da ki, qurtbasarın nə məqsədlə saxlamaq fikrim varsa, onu mən deyə bilmərəm. Ən əsas mənim demək istədiyim o ki, qurtbasarın yeri sahibinin malını, mülkünü qorumaqdır. Heyvanı, mal olsun, iri mal olsun, xırda heyvan olsun, toyuq cüzə olsun, fərqi yoxdur. Yaxud da bağ qorumaçılığı olsun. Bir sözlə universal heyvandır qurtbasarlar. Qurtbasarın kiçik vaxtından qoyunun içində saxlayıb, yəni qoyuna, quzuya onu örgətdinsə, o canı bahasına belə olsa, o canını özünü ortaya qoyar da, o qoyunu, quzuyu belə deyim də, çaqqala, tülküyə, vəhşi heyvana ya da oğruya heç bir şeyə verməz. Mən özüm elə öz itlərimi elə qoyunun quzunun içindən yetişdirmişəm, videolarda var. Kimə maraqlısa köhnə videoları vərəqləyib baxa bilər. Basar var əlimizdə, 6 aylıqdır. Onu mən 31 günlüyündən, 30 günlüyündən məndədir. Gəldiyi gündən də quzunun içində, qoyunun içində bir mənfi xüsusiyyətini görməmişəm. Elə də örgənib, açan kimi də qoyunun içindən çıxmır. Ondan əvvəl batırdı. Batır da artıq 12 aylıqdır. O da 50 günlüyündə gəlib mənə. O da onu kimi qoyunun, quzunun içində böyüyübdür. Bir dənə 13 aylığında mənə gələn var idi. Onu da ki, videolarda göstərmişəm. Görənlər bilir, kimə də maraqlıdsa yenə baxa bilər. Gətirdiyim günün sabahsı zəncirdə heyvan aparmışam. 2-3 saat əlimdə zəncirdə gəzdirmişəm ki, indi bu qoyun görməyib, ola bilsin cumar tutar. Hər necəsə, ancaq ki, baxmışam rəftarına, davranışına ki, da bu bir xətəri, zərəri yoxdur. Açıb da buraxmışam. Ta axşama kimi mənlə qoyunda gəzib. Həmin günün sabahsı da yanında qoyun doğub. O qoyunun doğuş zamanı bilirsiniz də, quzunun çarasının iyisidir, qana, qoxu itə mənfi təsiri olur. Yəni it meyilli olur qana, ətə doğru getməyə, yeməyə, ancaq ağzını belə vurmayıb. Yəni qurtbasarın, təmiz qurtbasardan gedir söhbət, qan qarışığı olmayan heyvandan, itdən gedir. Onun qanında, onun canında heyvana belə deyim, qorumaçılığı baxımdan bir elə bir ki, zatında bir instinkti var. Onun nətər deyirlər, instinkt deyirlər, nə deyirlər, onun fitrətində var ki, o yəni bu heyvana bir zərəri, ziyanı yetirməyəcək şəkildə özünü elə bir özünü tərbiyə edir. Həm də Allahın bu heyvanın zatında, fitrətində qoyduğu bir qaydası, qanunudur ki, bu öz sahibinin malına, mülkünə, heyvanına, canına bir zərəri, ziyanı dəyməyəcək şəkildə onu qorusun. Qaldı da ki, indi demək istədiyim nədir? Bu qiymətlər baxımından söhbət eləmək istəyirəm. Bir balaca 5 aylıq, 3 aylıq zvanok küçüyünü, itin balasını, zvanok da bilirsiniz də bu. O zvanokları gedir, alıb saxlamaq istəyən 500-600 manat, 1000 manat verir, alır, saxlayır. Yaxud da ki, xarici itləri, kangal olsun, halabay olsun, yaxud da başqa bir nemetski afsarka olsun, rotveller olsun, hər nəsə gedir bir aylıq, 2 aylıq küçüyünü 800-1000 manat verib alır, saxlayırlar. Onun da ki, 2 aydan sonra məlumatsızlıq üzündən enterit xəstəliyi tutur. O da öldü, getdi Fatihə. 800 manatda belə getdi, 1000 manatda belə getdi. Yer şişəkdir deyə heyvan otlamır. İmkan verməyəcəklər ki, söhbətimi eləyəməyim. Ancaq qaldı da ki, qurtbasar küçüyünün, itinin balasının qiymətinə gəlib deyəndə ki, bu küçüyün qiyməti 300 manatdır, 400 manatdır. Deyir, 400 manada gedib mən maşın alaram. Bu videoların, o axırıncı video ki var, TikTok'da da paylaşılıb, o ARB kanalının çəkilişində. Yoldaşlar şərh yazırlar ki, həmən gedər qurtbasar küçüyünün qiymətinə gedər maşın alaram. Valla 500 manada harada maşın varsa, kim satırsa, 300 manada maşın satırsa, mən onun ikisini istəyirəm bu saat. O həmin adam ki, deyir, var ha,
sürüləcək vəziyyətdə yaxşıdırsa, 300 manata maşın varsa mən o ikisini alaram Pusat. Birinlə heyvana gedərəm, birinlə də ot daşıyaram, yem daşıyaram, qoyuna, mal bazarına gedərəm. 300 manata harda maşın var ay qardaş, ay əmoğlu. İndi başqa kimsə ona ola bilsin Qurtbasar küçüyünün adından o küçüyün qiymətini ola bilsin 2000-3000 pul deyiblər. Hiqa! Yaxud da 1000 manat pul deyiblər, yaxud da nə bilim, bəlkə də o küçüyün qiymətini 2 milyon deyiblər, 1 milyon deyiblər, 5000 deyiblər. Ona görə elə deyir, onu da başa düşmək olar, onu da qanamıram. Ancaq ki, Qurtbasar küçüyünün qiymətini deyəndə ki, hə, bu küçüyün qiyməti 300 manatdır. Deyir, hə, 300 manatın üstə də 100 manat qoyar. Gedər falan şey eləyərəm, onu eləyərəm. Bilmirsən, indi qiymət soruşur. Yaxud da ki, elə məqsəd yönlü şəkildə pisləməyə çalışır. Nədirsə, onu daha ucu Allah bilər. Bir dişi qancığın bala verməyindən ötürü çəkilən əziyyəti ona oturub bir başa salsan ki, bu qancıq bu günlər doğub. Misal üçün 6 dənə küçüyü var. Bax bu qancığın bu vaxta kimi doğmaqdakı olan pul rasxodunu gəl noldan hesablayaq. Görək neçə manat eləyir və bunun mənəvi əziyyətini gəl hesablayaq, danışaq, yazaq bir yerə. Görək onun mənəvi əziyyəti nə qədər. Baxanda, danışanda deyir ki, hə, bax belə çətindirmi görəm bu küçüyü başa gətirmək, ərsiyə gətirmək. Heç nə demirəm. Elə Multikan 8-in qiyməti 14 manatdır. Mən elə alıb vurdururum. Multikan 4-ün qiyməti 7 manatdır. Bu da 3 aydan bir, 6 aydan bir, 1 ildən bir vurulmalıdır. Onu səhər axşam yeməkdir, içməkdir. Bax bunun bax belə gəzdirilməyidir. İndi mənim qoyunum var, qoyun aparı gətirirəm, o qədər adlı ilə vaxt sərf eləmirəm buna. Ancaq qapısında 2 dənə iti olan adam heç olmasa bunu gərək 2 gündən bir çölə çıxarda bir 3 saat, 4 saat gəzdirir. Bu da vaxtdır, bu da hamısı haqdır, hesabdır, belə deyim. Hamısı şərtdir. Bunun səhər yeməyi var, axşam yeməyi var. Bunu belə deyim, o üzr istəyirəm, çölə çıxartdı peyninin altını təmizləmək var. O peynin elə qabağında 3 saat, 4 saat qalanda onun iyisindən adam beyni çatlayır. Onun altının üstünü təmizlənməyi var. Elə küçük oradan doğan kimi deyir, amma oğlu pay küçük deyil. Pay küçük ilə bir ağacın yarpağı xəzəldir, yerə tökülüb yığarsan süpürgü ilə, basırsan mışoğa, deyirsən hələ bir mışoq səndir, apar. Evdən çıxandan bicəcik bir xışma ot yeməyib bunların hə. Hə! Hə, bax belə, yəni əziyyət, zəhmət tələb eləyir, vaxt tələb eləyir, maddiyyat tələb eləyir. Bir dənə küçüyün gətirib 1 yaşına kimi elədiyin maddi rasxodu hesablayanda baxırsan ki, bunun küçüyünü heç olmasa bir 5 manat, 3 manat pula satasan ki, o onun rasxodun əziyyətini ödəyə. Söhbət və mövzu ticarət məqsədli deyil. Yəni bu qancıq deyək ki, doğuşda 8 küçük doğdu. Onun hamısı durmur ki, hamısı yaşamır ki, hamısı gəlib başa kimi çatmır ki. Onun doğuşda olan problemləri var, onun doğuşda olan küçüyün ola bilsin. Hamısı salamat olmur ki, onun ağzı əyri, gözü çaşı olanı da olur, invalid olanı da olur, doğandan sonra 1-2 saat sonra öləni də olur. Ahırda 2 küçük qalır, onu da 5 manada, 3 manada verməyəndə onun rasxodunu gəlib ödəmir, saxlamağa əziyyətinə dəymir. Söhbət yəni demək istədiyim kimi gedib başqa yerə çıxmasın. Ticarət məqsədli, ticarət yönlü deyil ki, mən 10 dənə qancıq saxlayıram, hərəsi ildə 2 dəfə doğuş eləyəcək, hər doğuşda 8 küçük doğacaq. Bu eləyir 80 küçük, 80 küçük 300 manatdan satanda bu qədər pul eləyir, o qızıl qazanır, eləyir. Hə, boş söhbətdir qardaş, bir dənə iti saxla görüm. Onu normal şəkildə saxlamaq sənin
vaxtın varmı, gücün varmı, bu maddi pulun varmı, mənəvi onun əziyyətini çəkməyə iradən varmı? Dediyim kimi bax bunun səhər axşam çıxartdığı peynini o qağanından altından yığmağa adam bağrı çatdır onu lapatkı ilə götürüb qırağa tulluyana kimi. Gəlib də oradan əli cibində hərlənir. Əmə oğlu, qancığın doğub dən. Hə qardaş doğub. Bunun bir küçüyünü bana ver. Hə gəl apar. Nə tər aparım, nə varım. Hə qardaş heç nə, küçük bu qədər qiymətədir. Bax budur bunun əziyyəti haqqı. Pah nə danışsın mən üstə də 100 manat qoyar gedər falan işi görərəm. Hadi get gör də. Məndən nə istəyirsən qardaş. Allah köməyin olsun. Elə yoldaş da olur, zəng vurur. Məndən o qədər küçük istəyən olur ki, deyir. Küçüğün qiymətini neçədir, ya pay varmı, pülük varmı? Ya nətərdir, ikisini alsam neçədir, birini alsam. Deyirsən ki, bax qardaş, budur qiymət. Mən o qədər baha bilmirdim, o qiymətə gedər. Yani quzulu şişək alaram. Quzusunu da apar satanda şişəm, ona 100 manata düşər. Hə qardaş, qadın alım, əmələ gətirə bilsən, eləyə bilsən, ged al da. Məndən nə istəyirsən? Söhbət budur. Küçüyü alıb saxlayan da pay verdirsən, bu söhbət yox. Hər şeyin payı da var, hər şeyin hörməti də var. Tutaq ki, vermişəm, filan kəsə pay küçük. Bir aydan sonra deyir ki, bunun taylarının şəklini, videosunu göndər, baxım görün mənimkindən, səninkindən nə fərqi var. Şəkil video atırsan, deyir, sənkilər çox bayavoydu, sənkilər çox yaxşıdır. Ona nə verirsən, nə yedizdirirsən. Deyirsən ki, misal üçün, səhər axşam bunu verirəm. Bax, bu vitaminlər də vurulur, küçük vaxtı lazımdır. Bunun D vitamini var, bunun heç olmasa ayda bir 3 dəfə qoyunun başıdır, dırnağıdır. Atxodu qaynadırsan, xaş vəziyyətində, xaş illiysən, suyunla yal çalırsan, ya suyunu verirsən, yaxud da süd verirsən, belliysən, de sayırsan da buna. Deyir ki, bu ayda da, bu nə danışsan, xaş eləyə bilsəm özüm yeyərdim. İtdir dana. Səhər axşam öydən çıxar çörək qırıntısından atxotdan verəcəm. Həftədə bir dəfə də poxlu qarnı alıb tökəcəm qabağına yiyəcək. İtdir dana, nə olacaq. Baxırsan ki, pay küçük alanın fikri, məqsədi onun şəkildə. Bugün ancaq elə canı yanmır, çünki pul verməyib. İtdir dana, nə olacaq, öləndə də cəhənnəm, pula verməmiş. Söhbət budur. Pulla verdiyin də ki, qiymətinə görə bəzən narazılıq eləyir ki, bu qiymətə itin bunlar, itdir dan, itin nə qiyməti itin. İt alıb satmaq haramdır, belədir, elədir. O qədər, belə deyirsən, o baxıb misal var, deyir, yuxarı baxsan bığdır, aşağı baxsan saqqaldır. Özü də ki, adamın üzünü cırır, deyir, mənə pay küçük ver. Baxırsan ki, nə iş görərsən ki, bunun könlünə xoş olsun. Həm də ki, yürü. Həm də ki, bu qurtbasarı saxlayanların, can yandıranın sayı çox olsun. Bilmirsən nə iş görürsən. Ona görə çalışırsan ki, elə mən özüm də çalışıram ki, can yandırana öz maddiyyatını, vaxtını, mənəviyyatını, belə deyək, mənəvi əziyyətini gözə alıb, nəzərə alıb iş görmək istəyənlərə küçük verəsən ki, bu küçüyün qanı aradan getməsin. Plusdakı küçük verəndə aparır, saxlayır. Qonşuda bir it görür, biraz sərvaq etdi. Bir-iki dəfə yad itlərlə dalaşıb, açılıb dalaşıb, ya özü dalaşdırıb hər nə tərsə. Yaxud da çöldə bir tülkünün dalından qaçıb, tülküyü tutub. Xoşu gəlib o itdən deyir, mən itim aparıb ona çütə vuracam, onun balasını alacağım. Baxırsan ki, bu iş səhvdir. Yəni sən bu təmiz qan qurtbasarı aparıb, başqa itə qatıb, ortaya adı qurtbasarı adından küçük çıxardıb kiməsə verib, zəlil eləyirsənsə bu iş deyil. Ona görə yenə deyirəm, heç kim mənim sözümdən inciməsin, heç kim də mənim sözümü başqa yerə mövzuya yozub, nəsə altından başqa şeylər çıxmasın. Qardaş, dəyərini bilənə, haqqını ödəyənə, söhbət maddi haqqdan getmir. Bunun haqqı var da, yəni əziyyəti var. Bunun hesabı var. Çəkən adama küçükdə vermək olar, payda vermək olar. Hələ yeri gəlsə ona, baxımına nəzarət edib kömək eləmək olar. Qaldı da ki, dediyim kimi bu safqan qurtbasarının nəslinin kəsilmənin ən başlıca səbəbi dişi küçüklərin azlığıdır. Dişi küçüklərin, dişi itlərin
qancıqların kürsək vaxtı başqa yad itlərə vurulmalıdır. Dişi küçüklərin azlığı da odur ki, misali qancıq doğub 6 küçüyü var, onun 4'ü dişidir, ikisi erkək. Küçük istəyənin də əksəriyyəti erkək istəyir. Deyir dişi küçüyü mənim nəyimə lazımdır, bir gün sabah o doğacaq. Doğanda mən hansı itə vuracam onu, doğanda küçüyünə baxmaq var. Qancığın özünə baxmaq var, belləmək var, yanır, bərbəri var. Baxırsan ki, o əziyyəti çəkmək istəmir, ancaq da deyir elə. Ver yiyeyim, ört yatım, gözdə soyuq dəyməsin. Qapımda qurt basar olsun, ancaq erkəyini istəyirəm belə elə. Yəni dişilər aradan gedir, dişilər məcbur. Dəyərini bilinməyənlərin əlinə geyib düşür, ona görə. O da ki, kürsək vaxtı ya açır çölə küçüyə buraxır, ya da ki, aparır ağzı çaş, gözü əyri. İtlərə vurulur. Beqəraq dediyim kimi özünü göstərmiş, qanı bilməyən itlər var, onlara vurulur. Yaxud da ki, safqan kanqal da aparıb ona vurur. Yaxud da ki, alabay da ona vurur, deyir, iri çəkili çıxsın. Boy yekə olsun, belə olsun elə. Baxırsan ki, o da ki, qan qarışdı, getdi, aradan məhv oldu. Ona görə, əziz dostlar, əziz izləyicilərim, sizin də bu barədə fikriniz maraqlıdır. Hər birinizin fikrinə hörmətlə yanaşıram. Hər birimiz bu barədə öz fikrimizi bildirməliyik. Qurtbasarın nəslinin kəsilməyinə mane olan şeyləri aradan qaldırmalıyıq. Özü özlüyümüzdə yaxud da ki, belə çalışmalıyıq ki, bu qanlar aradan getməsin. Bu saf qanlar məhv olub aradan getməsin. Bu restoranın da zirzibil tökdüyü yerinə yığılan itlər. Hər dəfə mən it açdıqca qırğın olur burada. Naridi batırdı, oraya getdi. Onlar da ki, elə çənə döyür bayaqdan. Mənim öz əlimdə olan 3 dənə qurtbasarım var. İkisi dişidir, biri erkək. Onların şəcərəsinə, nəslinə, kökünə belə deyim də 7 arxa dolananına kimi hamısının şəkili, videosu varım da əlimdə. Çünki saxlayıramsa, əziyyətini çəkirəmsə, bildiyim şəcərəli iti saxlamaq yaxşıdır. Videolarda da görmüşdünüz, mənim əlimdə qurtbasar olmayan palaz var idi. Palaz da məndən ötürü dəyərli itdi. Mən yaylaqda olanda 25-30 qoyun təxmini olardı, bölünmüşdü. Canavarla palazın bir qarşılaşması olmuşdu. Xülasə, yəni o palazı mən o vəziyyətdə, yəni o qoyunu qoymadı canavara düşməyə. Çox da ağır yaralandı, bıçası başı şişdi, iynə, dərman. Hanğırı bəri bir tər Allahın izni ilə diriltdik, əmələ əldə sağaldı, ölmədi. Yəni mən onu kimi bir iti mən öz qapımdan uzaqlaşdırdım ki, başqa yoldaşın həyatında, təsərrüfatında xidmətdə olsun. Yenə də mənimdir. Yenə də bir gün sabah istəsəm onu gətirərəm öz həyatıma. Ancaq ki, onun ehtiyacı var, onun da o olduğu yerdə, belə deyim də, yazdır, çəpişləri, oğlaqları var. Çıxacaqdı çölə otlamağa, çaqqalı türküsü çoxdur. Ona görə dedi ki, hə, ver. Mən də dedim, hə, mənim gözüm üstə apar saxla. Yaxşı da bax, qoy sənin təsərrüfatını, malını qorusun. Yəni, mən qurtbasara görə Batıra Mariya, onun nəslinə, kökünə, onun şəcərəsinə davam eləməyindən ötürü, onun balalarını mən çoxaldıb artırıb, dəyərini bilən yoldaşlara verməyimdən ötürü o palazı mən həyatımdan araladım ki, palaz ucu əkək itdi, bir gün sabah 2 yaşı olacaq. Batır da küçükdür hələ, o qanmır, elə gücü, qüvvəsi yoxdur ki, palazla başa-başa gəlsin, palazla belə deyək də gücünü, qüvvətini sınayanda ona güc gəlsin, ya qoymasın palaz onu basmağa. Ona görə baxdım ki, Batır da yavaş-yavaş aylar öz, belə deyək, öz güvənini ortaya qoymağa çalışır. Palaz onu basmasın deyə palazı mən uzaqlaşdırdım. Yəni palaz kimi itin mən
qapımdan uzaqlaşdırdım ki, bu batıra bir zərəri ziyanı dəyməsin. Nədən ötürü? Qurtbasarın inkişafından, gələcəyindən ötürü. Həqa! Həqa! Gör, har edir ha, yer şehti deyə gör otdurmaya. Hıy! Hələ açmayaydım, sizi qırılaydınız damda. Ha, indi sözümü nəyə gətirirəm, nə demək istəyirəm? Yəni, hər nə qədər ki, mövzular gedişatda qarşıya gələndə Qurtbasarın inkişafından, gələcəyindən ötürü Qurtbasara sarı onun xeyrinə işlər görmək lazım. Yeməyidir, içməyidir, onun rahatçılığıdır, gəzməyidir, inkişafıdır, cüt vaxtı cütünün belə deyim, yaxşı olmağından ötürü balaların yüksək səviyyəli inkişafından ötürü, balaların yaxşı olmağından ötürü nə ki, qabağa çıxan problemlər var, hamısını aradan qaldırıb onun inkişafına dəstək olmaq mütləq lazımdır. Həm də biz yeri gələndə deyirik biz vətənpərvərliyimiz bu səviyyədədir, həmrəyliyimiz bu səviyyədədir. Ancaq misal üçün elə mövzu bu ikən Qurtbasarın inkişafına gələndə həmrəy olmuruq, həm fikir olmuruq, hərə bir söz yazır, hərənin bir fikri var. Mən də heç kimə irad tutmağa çalışmıram. Sadəcə sözüm odur ki, ən azından əlimiz çatmırsa saxlamağa, gücümüz çatmırsa baxmağa, ən azından o şərh bölməsində qeyri-adi, bərir bəzəkli, güllü muncuqlu sözlər yazmayaq ki, orada məlumatı olmayan yoldaşlar ki, girər baxarlar ona, onlar yanlış yönə yönəlməsin. Sadəcə onu demək istəyirəm ki, kimin məlumatı varsa daha doğrusunu, düzünü o bölməyə girib yazsın. Məlumatı yoxdursa, yaxud da ki, daha doğru məlumatı öyrənmək istəyirsə, yenə deyirəm, məlumatı olan yoldaşlardan maraqlanıb məqsədə çatmaq olar. Qurtbasarın ən yaxşı xüsusiyyəti, özəlliyi, əsas bir gedişatı odur ki, Qurtbasar universal heyvanlardır, universal, konkret. Bağ qorumaçılığı olsun, insan həyatının qorumaçılığı olsun, heyvanın qorumaçılığı olsun, yaxud da ki, toyuq düzənin qorumaçılığı olsun. Bir sözlə, bu itlərin fitrətində, zatında qorumaçılıq səviyyəsi çox yüksəkdir. Konkret dərəcədə, yəni bizim ağlımıza gəlməyəcək səviyyədə yüksək qorumaçılıq səviyyəsi var. Ona görə bu kölgədə qalmış, belə deyim, yadlardan uzaqlaşmış, zehinlərdən silinmiş və nəsil kəsilmək üzrə olan bir xətti, bir mövzuyu, bir gedişatı çiçəkləndirmək, qorumaq, saxlamaq, artırmaq, özümüz tanımalıyıq, sevməliyik və qıraqdakı yoldaşlara sevdirmək, tanıtmaq, hamımızın, hər birimizin bir Azərbaycanlı olaraq bir Azərbaycanın milli dəyərini, sərvətini hamımız qorumağımız şərtdir, borcumuzdur və belə deyim də, özümüzə vəzifə bilməliyik, borc bilməliyik ki, onu yaşadaq, qoruyaq, saxlayaq. İnşallah ki, bu barədə sizin fikirlərinizi gözləyirəm. Kimin dəqiq, geniş məlumatı varsa yazsın. Geniş məlumatı olmayan yoldaşlar da suallar olsun. Mən öz bildiyimdən danışaram. Bilməsəm də yenə öyrənər, sizin xidmətinizə çatdıraram inşallah. Mən heyranıyam da, mənə ləzzət edir. Ölürəm də bax bu görüntüdən ötürü. Qoyun belə yayla otduya, Qurtbasar da otura götü üstə, sağa, sola. Biri də ki, elə hey civə kimi gəzə sağa, sola, kəşf eləyə, öyrənə, maraqlana, baxım görüm təhlükə varmı, yoxdurmu. Biri də ki, ancaq qoyunun içində otura. Qoyunun içini qoruyor. Qıraqdan olan hücumları qıraqdakı gözləyir. Qoyunun içində olan təhlükəyi də qoyunun içindəki qoruyur, saxlayır. Bu gözəlliyin heyranıyam da mən. Hadi!
Ay gözəlim var. İnşallah bu ay yarımdan sonra doğacaq. Onun sütünü erkəyə batıra vurmuşuq. Görək sağlı olsun, neçə küçük doğur, neçəsi dişi olacaq, neçəsi erkək olacaq. Küçük istəyənlər çoxdur, söz verdiklərimiz də var. Qancığın qarnı bağlı boğçadır da, doğsun görək nə doğur, neçəsini doğur, nətər olacaq, nə olacaq. Videonun əvvəlində də dediyim kimi, Marinin anası Aybalanın qızıdır, Milka, atası da Oskar'dır, Patanın oğlu Oskar. Batırdakı Aybalanın oğlu Batırdı, atasının adı da Batırdı, bu Bala Batırdı, atasının özünün adı Batırdı, anası da Asinadır. Videolarda görmüş olarsınız. Kimə də maraqlıdırsa, yenə də girib vərəqli köhnə videoları baxa bilər. Aybala xətti də məlum məsələdir də, iç saxlayanlar, xüsusən də qurtbasar saxlayanlar bilir. Bu Aybala xətti hara gedib çıxır, nələrdəndir, hardandır, kimin dərindən olur. Bunu bizə göndərən qardaşdan da Allah razı olsun, minnətdaram ki, bizə bu itləri veribdir. Biz də inşallah öz vəzifəmizi, borcumuzu yerinə yetirərik. Bu xətti qoruyar, davam elətdirər, çoxaldarıq. Bir təmiz safqan qurtbasarın gəlir başa çatmağından ötürü çəkilən əziyyəti həm maddi, həm mənəvi olar bir yana, həm də ki bu illər ki var. Bax bu Aybala xəttinin gəlib başa çatmaqda olan ili hardan baxsan bir 50-60 ili var. Hələ bilinəni budur, bilinməyən gör hələ yadlardan çıxan, qaranlıqda qalan, danışılmayan nələr var, onu da ki Allah bilir. Yer şehdir, nəmdir, suludur dənə, heyvan düzəməli otlamır. Mən də nervlənirəm, bayaqdan dalımla qaç. O yüzə bu yüzə, bütün dizim qırılıb. Ayağımda da sapıq, çəkmə, yeri heyvan dalına çatamıram. Gəlmiş yüzü rəmiyə sarı. Rəmədə də bir çukuruq gəlsinlər, Sonra da düşəcək çaya, heyvanı sulamağa. Ondan sonra görək nə olacaq. O yüzden hardan keçirsən hə? Qal o yüzden, gələnmə, qal o yüzden. Hə! Dur! Hə! Səs eləməsən, qoyun qayıtmır lan. Hə!
Oradan kəhlik qalxdı. 2 dənə. Mari gördü onu. Ona qaçır. Ha dostlar, demək günortaydı. Günortanı da keçirdik. Yoldaş gəlmişdi yanıma. Mən də getdim, abid elədim. Quzuların çəpişlərini otudur, yemidir, suyudur, dəyişdim. Damı rahatladım heyvanı. Quzuyu çəpişin yemini yurdunu verdik. Sonra da qayıtdım, gəldim heyvana. Yoldaş da getdi. Sabah da heyvanda mənəm. Ondan sonra yoldaş otaracaq. Bəzi şəxsi işlərimizə görə dediyim kimi heyvana o yoldaş gəlir, mən də arada bir kömək eləyirəm. Ona görə elə hər gün heyvanda mən olmuram. Yaz gəlir, yerdə biraz ot göyərib, bu heyvan yenə də bir yerdə durmur qardaş. Eləcə dalınla gərək yüyürəsən, qaçasan. Bax, cərgələnib gör haraya gedirlər. Rəmədən də çıxdıq yuxarı. Bu iki əkinin arası var. Bura tənəkdir, üzümdür. Orada kartofdur, nədir, nəsə əkiblər. Bir dənə boş yer buradır. Bir də belə plas var uzun, yolun içi. Ha vaxtdan da bura heyvan gəlmir. İndi heyvan alıb bura getmişəm. Ha! Düş! Kərəmdə şükür yağış da yağıb deyə. Heyvan ağzı dəyməyən yerlərdə yaxşı ot var. Yaz gəldi da heyvanı güclü otarmaq lazımdır. Heygan! Ha! Ona görə atalarımız, babalarımız köhnə tərəkəmələr deyir ki, heyvanı, qoyunu yaz otar. Yaz otarmadın, payız otar. Payız da otarmadınsa 100 otar ki, qoyun özünün ətini tutar. Heyga! Ha! Ha! Yazın otunu qoyun otlamadısa, yayda istiyə düşür, yaxşı otarmaq olmur. Payizdakı, yenə dediyim kimi otarmadınsa, qışda nə qədər yem versən də çöl otunun əvəzi yoxdur. Getmişdim evə, günorta demirəm bayaq. Getdim, həm abid elədim, həm də işlərimizi gördüm. İtlər də özümlə getmişdi. Apardım, bağladım. Bu yoldaş tanımır deyə onunla qalmağa yaxşı döyüldü, mən də onunla saxlamadım, elə özümlə apardım. Ha! Buraya da su bıraktılar. Ara enli de heyvan buradan keçənməz. Qaytarım geri geçsin, oradan atlayar. Ha dostlar, demək videomuzun əvvəlində söhbətimiz olduğu kimi Qurtbasarın inkişafına mane olan nələr ki var, o barədə söhbət elədik və Qurtbasarın keçmişindən, indiki vaxtdan və gələcəyindən kimin nə
fikri, sözü, sualı, istəyi, təklifi, belə deyək, nə bir sözü olsa qeyd eləsin. Həm də məlumatı olan qardaşlarına xahişim var. Bu barədə geniş izah yazsınlar. Tanımağımızdan ötürü, sevməyimizdən ötürü və Qurtbasarın belə deyək, nəslinin kəsilməyinə səbəb olan nələr ki var, onlardan danışdıq. Yenə o barədə də şərh yazmağınızı xahiş edirəm. Və belə deyim də, əgər gəlmə itlərə meylimiz varsa, belə deyim, səbəbi nədir onun, onu da yazarsınız. Yəni nədir səbəb bizi gəlmə itlərə sövq eləyir, gəlmə itlərə tərəf yönəldir və milli dəyərimiz, sərvətimiz olan Qurtbasarı saxlamağa bizim meylimiz olmur. Səbəbi nədir? Yaxud da ki, Qurtbasarda nə zəiflik görmüşük? Ta əvvəlki videolarda dediyim kimi Qurtbasarın zəifliyini harda görmüşük deyə ondan üz döndərmişik. Yəni milli dəyərimiz, sərvətimiz olan bir mənbəyi, bir belə deyim, bir özəyi biz əlimizdən çıxartmışıq. Onun da ki, belə deyim də, yaddaşlardan silinir. Onun da ki, qanı nəsil kəsilmə üzrədir. Mən deyərəm ki, başqa ölkələrdə bu fakt bir şeydə olan bir şeydir. Bunu gəlin hamımız qəbul edək. Başqa xarici ölkələr kimsə bir ölkə adı deyə bilərmi ki, sırf filan ölkə imanlı bizim safqan Qurtbasarı yetişdirməyə çalışır. O safqan Qurtbasarı saxlayır, nəslini, kökünü artırır. Hansı ölkədə bizim Qurtbasarın qanını davam edən, hansı ölkədə, xarici ölkələrdən elə bir ölkə, elə bir millət varmı? Qurtbasarın balalarını aparsın, özündə saxlasın, artırsın. O varsa da həmin orada yaşayan Azərbaycanlı olar. O Azərbaycanlının əlindən getmiş olar. Mən elə deyə bilərəm. Qaldı da ki, biz niyə görə xarici ölkənin itini gətirək? Xarici ölkənin, belə deyək, milli dəyərinə, sərvətinə biz gətirək özümüz. Önəm verək, vaxtımızı sərf eləyək, pulumuzu xərcləyək. Öz milli dəyərimiz, sərvətimiz də aradan geçsin, məhv olsun, nəsil kəsilsin. Bu yaraşar mı? Yaraşmaz. Ona görə əgər it saxlayırsansa, sənin itə ehtiyacın varsa, təsərrüfatında və yaxud bağında, həyatında qorumaçılığa itə ehtiyac varsa, nəyə görə də ki, Qurtbasar saxlamayasan. Gedəsən yerli olmayan gəlmə itləri alasan 800 manada, 1000 manada, xarici ölkədən pasport düzəltdirəsən, rastlamoşka eləyərsən, nə bilim, narasan, neynəyəsən, üstünə gələ düşə 2000-ə, 3000-ə, onu da enterit xəstəliyi tuta, öldü, getdi və salın. Ancaq Qurtbasarın küçüyünü və yaxları, videoda dediyim kimi, 300 manat, 500 manat deyən kimi yoldaş sağ olsun, deyir, onun sıra 200 manat qoyar gedər maşın alarım. Bunu görün bir 300 manada, üstə də 200 manat qoyanda 500 manat harada düşür o maşın. At arabasıdır ki, 500 manatdan aşağı at arabası yoxdur. Nə deyim, vallahi, indi hərənin bir düşüncə tərzi var. Mən burada heç kimi irad tutub, heç kimdə səhvini danışmağa çalışmıram. Sadəcə demək istədiyim odur ki, pulumuzu xərcləyiriksə, o pul qoy Azərbaycanın öz ölkəmizin içində hərrənsin. Xaricə niyə geçsin ki? Pulumuzu dediyim kimi xərcləyiriksə, o 500 manatlıq itə ehtiyacımız varsa, misalı 1000 manatlıq itə ehtiyacımız varsa, o pul qoy Azərbaycanın içində fırlansın. Misal üçün, mənə sən 300 manat verib küçüyü alırsansa, o 300 manat mənə yox, yeri gələndə qayıdır, sənin özünə qayıdır. Pul mənə çatsa da yenə qayıdır, sənin özünə gedir. Məndən gedir, o iynə dərman aldığımdan gedir, o birisi firmiya, ondan gedir, bu birisinə, o çörək satana, ət atana, atxot verənə, zincir satana, xalta satana, onun reşotkasını, dəmirini düzəltmək üçün, setkasını düzəltmək üçün setka alınır, onun setka satana gedir, oraya gedir, buraya gedir. Xülasə, həmin pul Azərbaycanın içində hərlənir, fırlanır. Sən xaricdən get, belə deyim, Vandan, Türkiyənin Van şəhərindən get,
Safxan Qurtbasar gətir, Sivasdan Qurtbasar dilimiz istəyirəm. Kanqal gətir. Verginən 1000 manatını Pülüstə rastlamış gələ, sənət düzəlt, pasport düzəlt. O pul getdi, o puldan Azərbaycana nə xeyri var? Həqiqət. Yəni sözüm də bəlkə də kiməsə acıq gələr. Yenə də hər hansı öz fikri var. Dediyim kimi pulu xərcləyiriksə, əgər pulumuz çoxdursa, xərcləyiriksə, qoy həmin pul Azərbaycanın içində, Azərbaycanın daxilində hərrənsin, fırlansın, yenə də özümüzdə qalsın. Ha dostlar, artıq axşamdır. Saat 8-in yarısıdır. 8-ə qalıb demək olar ki. Biz də yavaş-yavaş heyvanı yolun qırağından otara gedib evə çıxana kimi də elə. Hardan baxsam yarım saat, 40 dəqiqə, 1 saat olacaq. Allahın köməyi ilə fürsət olduqca, qismət olduqca belə deyim də, Allahın köməyi ilə video çəkilişlərimiz olacaq. Mövzularla, söhbətlərlə videomuzu sona çatdırarıq. Videomuzun da bugünkü əsas özəyi Qurtbasarın inkişafı, Qurtbasarın keçmişi, indiki vaxtı, gələcəyi, nəsli kəsilmək üzrə olduğuna görə səbəbi nədir, nəyə görədir, bu gəlmə itlərə niyə marağımız var, səbəb nədir, Qurtbasardan ayrı düşmüşük, uzaq düşmüşük, saxlamaq istəmirik, yaxud saxlayırıq, nə özəlliyinə görə saxlayırıq. Xülasə, bu barədə sizlərdən geniş fikir istəyirəm. Fikirlərinizi bizlərlə bölüşməyi yaddan çıxartmayın inşallah. Allahın köməyi ilə görüşmək ümidi ilə gecəniz xeyrə qalsın. Allah'a əmanət.